Yaxşı, gəlin bunu aydınlaşdıraq. Salam, xoş gəlmisiniz bugünkü dərin təhlilimizə. Bugün məqsədimiz milli az mənbəsinə əsaslanaraq doğrudan da çox kritik bir mövzunu araşdırmaqdır. Düzdür. Çox ciddi və aktual bir məsələdir. Bəli. Təsəvvür edin ki, siz Nobel Sülh Mükafatı laureatısınız. Yəni, bütün dünyanın gözü sizin üzərinizdədir. Beynəlxalq diqqət mərkəzindəsiniz. Tamamilə. Amma eyni zamanda Tehran həbsxanasının divarları arasında səhhətinizlə bağlı çox ağır bir mübarizə aparırsınız. Bugün biz məhz 53 yaşlı Nərgiz Məhəmmədinin səhhəti ilə bağlı yayılan o son həyəcan verici xəbərləri təhlil edəcəyik. Sadəcə xəbər başlığını oxuyub keçməyəcəyik, yəni bu məlumatın arxasında əslində nələrin yatdığını anlamağa çalışacağıq. Yəni, xəstənin hazırki fiziki vəziyyəti barədə mənbənin verdiyi faktlar çox ciddidir. Onsuz da onun ürək xəstəliyindən əziyyət çəkdiyi bilinirdi. Ürək problemi var idi, bəli. Və son günlərdə vəziyyəti o qədər pisləşib ki, düz 2 dəfə huşunu itirib, yalnız bundan sonra vəziyyət artıq nəzarətdən çıxdıqda onu xəstəxanaya köçürüblər. Bax, məni ən çox düşündürən də elə bu məqamdır. Mən bunu bilirsiniz, bir növ yanğın siqnalizasiyasına bənzədirəm. Sanki bədən uzun müddət tüstülənib, xəbərdarlıq edib, amma ancaq 2 dəfə huşu itirdikdən sonra nəhayət o siqnalizasiyanın səsinə reaksiya verilib. Bəs niyə? Çox yaxşı bənzətmədim. Yəni, niyə məhz indi vəziyyət bu qədər kritikləşəndən və huşunu itirəndən sonra tibbi müdaxilə baş verdi? Çünki tibbi reallığa baxsaq, ürək problemi birdən-birə bir gecədə yaranmır. Xəstəlik onsuz da orada idi, huşun itirilməsi isə artıq orqanizmin, belə deyək, kompensasiya mexanizminin tamamilə sıradan çıxmasıdır. Bədən təslim olur yəni. Ay sağ ol, orqanizm deyir ki, mən daha dözə bilmirəm. Və belə qapalı sistemlərdə adətən rəhbərliyin məqsədi xəstəni müalicə etməkdən çox, həbsxana daxilində aynı ölüm kimi böyük bir beynəlxalq skandalın qarşısını almaq olur. Aha, yəni məqsəd əslində onu sağaltmaq deyil. Düzdür. Sadəcə ən pis ssenarinin qarşısını son saniyədə almağa çalışırlar. Bu isə bizi o xəstəxanaya qədərki dövrə gətirib çıxarır. Çünki mənbədə Falın ailəsinin və fondunun çox ağır bir iddiası var. Onlar bildirirlər ki, Nərgiz Məhəmmədi düz 140 gün ərzində sistemli tibbi laqeydliyə məruz qalıb. Bəli, bu çox vurğulanan bir detaldır. Yəni bir anlıq düşünün, 140 gün. Bu sadəcə hansısa həkimin gecikməsi deyil, bu təxminən 5 aydır. Dəqiq, 5 ay çox uzun bir müddətdir. Bu qədər uzun müddət lazımi tibbi müdaxilənin olmaması ailənin o sistemli sözünü işlətməsinə həqiqətən əsas verirmi sizcə? Mənbədəki məlumatlara əsasən bəli. Ailənin sistemli sözünü seçməsi heç də təsadüfi deyil. Çünki bu cür şəraitdə tibbi xidmətə sadəcə sağlamlıq məsələsi kimi baxılmır. Bəs necə baxılır? Çox vaxt bu, psixoloji və fiziki təzyiqin bir alətinə çevrilir. Yəni, fondun bəyanatlarına görə lazımi dərmanların verilməməsi və ya həkim baxışının qəsdən gecikdirilməsi bürokratik bir silah kimi istifadə olunur. Bir növ iradəni qırmaq üçün, eləmi? Tamamilə. Xəstəni fiziki cəhətdən zəiflətmək və eyni zamanda psixoloji olaraq yormaq məqsədi daşıya bilər. Yəni, 140 gün ərzində hər gün bir bəhanə tapılması sadəcə diqqətsizlik ola bilməz. İddialar bunun qurumun işləmə mexanizminin bir hissəsi olduğunu göstərir. Aydındır. Əlbəttə, qeyd etməliyik ki, biz burada hər hansı bir siyasi mövqe tutmuruq. Sadəcə Milli.az mənbəsinin təqdim etdiyi məlumatları və tərəflərin iddialarını sizə çatdırırıq, amma mənzərə həqiqətən düşündürücüdür. Gəlin əsas məqamları toparlayaq. Buyurun. Qarşımızda dünyanın ən çox tanınan simalarından biri, ürək xəstəliyindən əziyyət çəkən bir Nobel laureatı var. Və iddialara görə o 140 günlük bürokratik ləngimələrdən sonra ancaq bədəni tamamilə tükəndikdə xəstəxanaya yerləşdirilib. Bəli, bugünkü xəbərin özəyi məhz budur. Amma burada bizi düşündürən daha qlobal bir məsələ də var. Bax, o çox maraqlıdır. Yəni, əgər bu qədər böyük beynəlxalq profilə malik, bəşəri mükafatlar almış bir şəxs, qapalı qapılar arxasında vacib bir ürək dərmanını almaq üçün 5 ay aciz qalırsa, bu beynəlxalq ictimaiyyətin təsir gücü haqqında bizə nə deyir? Çox doğru sualdır. Doğrudan da. Görəsən bu qlobal status insanı həqiqətən qoruyur,
yoxsa sadəcə onun o təcrid olunmuş vəziyyətinin nə qədər çıxılmaz olduğunu bizə göstərir? Və bu, hər birimizin üzərində düşünməli olduğu provokativ bir fikirdir. Əgər qlobal miqyasda tanınmaq belə daxildəki qapıları aça bilmirsə, beynəlxalq diqqət əslində nə işə yarayır? Və bu son xəstəxanaya yerləşdirilmə prosesi görəsən ona qarşı olan münasibəti biraz da olsa dəyişəcəkmi? Bunu yəqin ki, zamanla görəcəyik. Bəli. Nəysə, bugün bizimlə birlikdə bu mürəkkəb məlumatların dərinliyini endiyiniz üçün sizə təşəkkür edirik. Vaxt ayırdığınız üçün sağ olun. Növbəti dəfə fərqli bir mövzunun təhlilində görüşənədək.